hər deyilən sözə fikir verilməz. Və o da demək deyil ki, heç bir cavab verilməz. İnsana başa salınmalıdır, bəli, etdiyin əməl səhvdir, xətadır. Başa düşmür. Yəni dərinə getmək lazım deyil. Bu həm insanın axirəti üçün salamatçılıqdır, həm də dünyası üçün. Və neçə-neçə insanlar olur ki, bu gün həbsxanalarda bir kəlmə sözə görə illərini çürüdürlər. 10 il, 15 il və s. Və hətta həbsxanaya düşdüyüm vaxtda da peşman olur ki, kaş ki orada bir səbr eləyəydim. Kaş ki mən ona cavab qaytarmazdım. Kaş ki bu söhbət yəni böyüməzdi. Ona görə insan qəzəbini boğmalıdır. Yəni güclü insan, Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir? O qəzəbini boğan insandır. Və Allah Rəsulunun yanına bir sahabə gəlir, deyir: "Ya Rasulullah, mənə nəsihət elə." Nə deyir? "Lə təğdab", qəzəblənmə. İkinci dəfə soruşur: "Mənə nəsihət elə, lə təğdab", qəzəblənmə. 3 dəfə Allah Rəsulu sallallahu əleyhi və səlləm bunu ona xəbər verir. Çünki qəzəb səbəbi ilə problemlərin çoxu elə ondan yaranır. İnsan qəzəbini boğa bilməməsi, səbr edə bilməməsi. Və qəzəbləndiyin anda da nə etməlisən? İlk etdiyin əməl şeytandan Allah'a sığınmaq. Əuzubillahi mineşşeytanirracim. Gördün ki, qəzəbin soyumur, nə edirsən? Dəstəmaz alırsan, 2 rükət namaz qılırsan. Bu şeylər ilk qəzəbin anında insana, belə deyək ki, qəzəbinin soyutması üçün fayda verən şeylərdir.